Arkadaşlar bugün ilk dəfə YouTube videomdur. Deməli bugün sizə hesabımı tanıtıram. Birinci mən laboratoryadan başlayaq. 8 dənə 9 dənə göstəricilərim var. Bu 4 M7 gelişmiş sürət istəmirəm. Sonra Thompson var, arbalet var, Uzi var, bıçaq var. Ondan sonra Amiri var. Ondan sonra bu rapin bəli dostlar, indi deməli az 2-dədir. Bu dəqiqə daha doğrusu içində nadir şeyler olur. İçində təbii ki, ikinci sezon paltarı var. Kaskları isə belə 31 destansı vardır. Bugün yani ne diyeyim, normal oynamalıq bir hesabdır. Mənə görə yani yaxşıdır. Belə hesablardır. İçində nadir olarak budur, nadir. Bu gündən ala bilinir rock, ama bu nadirdir. Ondan sonra Walker var, ondan sonra bu var. Yani mənim üçün dəyərli. Sonra bu çanta var. Bu çanta çox gözəl çantadır. Şalvarlara gəldikdə şalvarlar həmişə kimi normaldır. Ayaqqabılar nəyə baxmayın, boşdur mənim üçün. Lazımsızdır. Arçelərdə bu var. Ya ən lazımlı silahlar hamısı var. Bunlarda yoxdur. Sonra buradan gələk, necə deyim, nişah buna gələk. 4 tane M24 var. 4 tane Kar 98 var. 3 tane AVM var. Mənim üçün ən yaxşısı 9-cu seriyamdır. Sonra bunlardır. Ya, normal oynaya biləcəkdik. Belə silahlar. Ondan sonra budur. Sonra budur. Sonra 2 tane P90'mız var. Ondan sonra nəyə girim? Emojilərdə karanlık sözcüklər var. Bu var. Bir de dostlar, herkes yine kanalıma zəhmət olmuş abone olabilir. Buyurun. Yani bunlar əsas emojilerden. Sağım var. Ondan sonra bir de en lazımlı, yani çok güzel bir maşınım var. Sedan girişizi ve burada 4 sizi karşılayır. Motosikletdə 4 tanesidir. İndi hal-hazırda hesabım belədir, amma indi bir səhv eləməmişsə 2-3 saatdır Mighty Force'a girib Mighty Force'dan yenidən alacaq. Mighty Force'dan birinci seri katili alacaq. Böyle ondan sonra kalsa işgalcini alacaq. Hatta daha kalsa mesela 2 paramız falan kalsa bunu alabiliriz. Ya da bana kalsa bunu alacak. Yani maskeli medium kaskı bu kadardı. Kanalıma abone olmayı unutmayın. Görüşürüz.